Allah sizdən təqva istəyir, təqvaya çatasınız. İlahi əmrləri yerinə yetirəsiniz. Kəsdiniz qurbanları neyin? Deyir, o kəsdiniz qurbanları özünüz də yeyin. Kasıblara da yedizdirin, ətrafınızda olanlara da yedizdirin. Qurbanlıq gəlmişkən elə qurban barəsindəki qarşımızdan qurban bayramı gəlir. Qurbanlığın da bəzi fiqhi hökmlərinə işarə eləyək. Həcdə olanlar üçün qurban kəsmək vacibdir. Ayın 6-sı ki, qurban günüdür. Zilhiccə ayının 10-u, hacılar Minada olacaqlar. Orada olanlara vacibdir. Düz İslam məzhəbləri arasında müəyyən fərqlər var. Əhl-i Beyt məktəbində, Cəfəri məzhəbinə əsasən oradakılara vacibdir. Buradakılara necədir məsələ? Buradakılara gəlincə müstəhəbdir. Həcdə olanlar Zilhiccənin 10-u, 11-i, 12-si, hətta 13-ü də qurban kəsə bilərlər bu 4 gün ərzində. Burada olanlar üçün 3 gündür. Bu 3 gün ərzində kəsə bilərsən. Burada müstəhəbdir. Burada hətta məsələn bir neçə adam birləşib bir heyvan alıb kəsək gedək fəqirlərə paylayaq, olar, müstəhəbdir. Öz-özlüyündə burada bu heyvanı kəsmək müstəhəbdir və qurban üçün şəriətimiz 3 heyvan təyin eləyibdir ki, dəvədir, 5 yaşına çatmalıdır, inəkdir və ya camışdır bu qismdən, 2 ilini tamamlamalıdır. Rəvayətlərə əsasən, hədislərə əsasən keçi də kəsilsə əgər 2 ilini tamamlamalıdır. Üçüncü də qoyun, quzudur ki, bu da 7-ci ayını tamamlamalıdır. Bir çox fəqihlərin rəyinə əsasən budur. 3 hissəyə bölünəcək qurbanın əti. Bir hissəsini özün yeyərsən, bir hissəsini pay verərsən, pay verdiyin adam fəqir olmaya da bilər. Qonşundur, qohumundur. Qurban günündə deyir, müstəhəbdir, ona da verəsən payı. Üçüncü hissəsini isə deyir, fəqirə ver, ehtiyacı olana ver ki, ət tapmır. Heç olmasa hamının ət yediyi gündə o da evində ət bişirib yeyə bilsin. Beləcə bax, həccin görürsünüz, bütün əməllərində mənəvi tərəflər var. Həcc daha böyük bir hədəflər daşıyır özündə.